Müasir tibb bunu bizə anlatmır ki, biz mənəvi varlıqlarıq. Yəni biz yaradanın bir parçasıyıq. Parça isə ayrılıqda heç vaxt xoşbəxt ola bilməz. Bütün ətraf səni pisləyə bilər. Amma sənin vicdanın təmizdirsə, sən əziyyət çəkməyəcəksən, çünki sən ilahi qanunları bilirsən. Bax, eqolarına məğlub olan insanlar nə məsləhət görərsiniz? Nə yazıq ki, eqolarına məğlub olan insanlar özlərinin eqolarına məğlub olduğunu dərk etmir. Onlar ən böyük acını onlar çəkirlər. Travmalar insanın idrakının ölçüsünə görə ona təsir edir. Ümumiyyətlə, çevrənin insana təsiri böyükdür. Bəli, olduqca böyükdür. Ona görə də çevrəmizi fərqindəliklə seçməliyik. Yəni bizi motivasiya edən, bizim ən yaxşı tərəfimizi üzə çıxaran insanlarla kontaktda olmamız lazımdır. Xoş gördük hər birinizi. Bu dəfəki qonağım Azərbaycanın məşhur qastroloqu Arzu Yusufovadır. Amma bu gün Arzu xanım bizim buraxılışımızda mentor kimi çıxış edəcək. Xoş gəlmisiniz Arzu xanım. Xoş gördük. Gəlin özü təqdim edin ki, Arzu xanım kimdir? Bəli, sosial mediada mən 25 illik həkimlik təcrübəsindən sonra tibbi vakalar, məsələləri danışmıram. Çünki mən düşünürəm ki, insanın bütün xəstəlikləri onun düşüncəsinin səhvliyindən yaranan xəstəliklərdir. Əgər xəstəlik yaranıbsa, bu insanın ya yanlış həyat tərzindən, ya yanlış davranışından, bəlkə yanlış düşüncəsindən. Yanlış düşüncə nədir? Başqalarına qarşı həddindən artıq kinli olmaq, qəzəbli olmaq və ya paxıllıq hissi. Bunların bədəndə yüksəltdiyi kortizolun yaratdığı xəstəlikləri müalicə etmək bu alaq otunu üzdən kəsər kimi bir müalicədir. Amma biz problemin kökünə enmək istəyiriksə, o zaman insanın idrakını transformasiya etməmiz lazımdır. İnsanın idrakını dəyişməmiz lazımdır. Yəni belə bir sual verir. Müasir insanlar görürsünüz də, müasir yeni doğulan, daha doğrusu bir 20-li, 25 yaşlı, 30 maksimumda yaşlı insanları görürsünüz də. Onlara nəyi dəyişmək məsləhət görərsiniz? Təəssüf ki, biz sosiumun bir parçasıyıq və insanlar bir-birindən çox təsirlənir. Ona görə də gənc 20-25 yaşında uşaq əgər fərqindəliyi yüksək olan bir ailədə böyüməyibsə, əgər fərqindəliyi yüksək bir ölkədə yaşamırsa, o bugünkü sosial medianın paylaşdığı yalnız yeməklər, geyimlər, ilişki, münasibətlər, gəzintilərlə xoşbəxtliyini də yalnız buna bağlayacaq. Daha dərindən mən kiməm, nə edirəm, hara gedirəm sualını verməyəcək. Gənclərə ilk öncə mən kiməm, niyə buradayam, nə edirəm və nə etməliyəm suallarına cavab tapmalarını istəyərdim. O gənclərə nəyin dəyişməyini istəyərdiniz? O vərdişlərində, o məsələn yalnız mentor kimi fəaliyyət göstərirsiniz də, sosial media mentor kimi postlarınızı görürük. Baxın, gənclər yazırlar da yəqin ki səhifənizdə də. Onlar ən çox nədən gileylənirlər? Bütün insanlar bir neçə qrupa bölünür, eləcə də gənclər də bir neçə qrupa bölünüb. Yəni sevgisiz böyüyən uşaqlar, yəni təbii ki, bəzi valideynlərə soruşsaq, onlar deyəcək ki, mən uşağımın heç nəyin əski eləməmişəm, onu ən yaxşı məktəblərdə oxutmuşam. Amma əslində bəlkə o uşağın ehtiyacı ona doya-doya ayrılan 15-20 dəqiqə idi bəlkə də. O uşaq duyğudan ac qalmış uşaq öz daxili boşluğunu material əşyalarla doldurmağa çalışır. Hansısa aksesuarla, hansısa geyimlə və ya hansısa əyləncə ilə və o onun heç bir zaman daxili boşluğunu doldura bilməyəcək. O yüzdən də gənclərə tövsiyəmi deyirsinizsə, özünü transformasiya etmiş insanların əhatəsində olmaq. Elə söhbət transformasiyadan düşmüşkən, insanın həyatında bir dönəm olur ki, o transformasiya dövrü olur. Sizcə insanın həyatında ən böyük o dönəm haçan baş verir? Əslində, şərq fəlsəfəsində çakravidya adlı bir elm var. Bu insanın hər 7 ildə bir, yəni ilk öncə doğulur uşaq, 7 yaşına qədər onun fərqli fəaliyyət növü var. İdrakının formalaşmasının bir etapı var. 7 yaşından 14 yaşına qədər bu başqadır. Yəni bunu 7 ildə bir götürsək, məsələn, mənim yaşım yaxınlaşır 49-a və 49 yaşda bu başqa bir etapa keçir. Yəni insan hər etapda idraki fərqli bir levela keçməsi lazımdır. Amma düşünün, məsələn, əgər insan gəlib 40 yaşına çatıbsa, o təzədən köhnə dövriyyəni çevirmək istəyirsə, məsələn, nə olur? Adətən 40 yaşına çatmış bir kişi daha gənc bir qadınla tanış olmaq istəyir, daha fərqli bir eşq yaşamaq istəyir. Sizcə bu zaman onun idraki genişlənəcəkmi? Təbii ki, yox. Yox. Çünki o eyni dövriyyəni təkrar yaşamaq istəyir.
dövr etmiş olacaq. Ona görə də insanın əslində bizim maddi həyatda olmamız idrakımızın evolyusiyası üçündür. Təəssüf ki, bunu çox danışılmır və insanlar bu barədə düşünmür. Sizcə müasir insan ən böyük problemi nədir bu dəqiqə? Çox mənalı sualdır, qiymətli sualdır. Müasir insanın əsas problemi onun iqtisadi vəziyyəti deyil. Onun hətta bu siyasi bir problem də deyil. Bu material bir problem deyil. Müasir insanın ən böyük problemi əsl olan özünü dərk etməməkdir. Baxın, bugün müasir insan elmin ən üst səviyyəsinə özünü yüksəldə bilir. Bugün texnologiya ən üst səviyyədədir. İnsanların fiziki əziyyətləri çox daha azaldılıbdır. Amma bununla paralel olaraq müasir insanın daxili boşluğu, depressiyası, həyəcanı ildırım sürəti ilə, işıq sürəti ilə artmaqdadır. Ona görə də müasir insan başqa şeylər öyrənə bilir, amma halbuki özünü tanımır. Özünü dərk etmədən insanın daxili boşdur. O sadəcə hansısa bir uğura çatmaq istəyir, hansısa bir vəzifədə olub sayğı duyulmasını istəyir və ya elmin ən dərin və çətin nöqtələrini öyrənmək istəyir. Bunlar hamısı çox yaxşıdır. Amma bunlar yalnız insanın daxili dolu olduqda yaxşıdır. Amma daxili boş insan bunu süni dopinqlərlə doldurmağa çalışırsa, özünü dərk etmədən, onun əsl hədəfinin nə olduğunu anlamadan etməyə çalışırsa, təbii ki, onun içindəki boşluq hər zaman əndişə, həyəcan, depressiya, daxili boşluq onu tərk etməyəcək. Tez-tez eşidirik ki, idrakin transformasiyası, bu termini sosial mediada, bir də cəmiyyət içərisində tez-tez eşidirik, görürük. Bəs bu nədir, bu termin necə yaranır? İdrakin transformasiyası, idrak yəni dərk etmə, insanın dərk etmə qabiliyyətinin transformasiyası. Necə ki, insanlar yaşlarına, kiçik uşaq, məsələn 2 yaşında uşağın dərk etməsi fərqlidir. Biraz böyük uşağındır ki, təbii ki, fərqlidir. İnsanlar içində də yaş qrupları eyni olsa belə, onların dərk etmələri fərqlidir. İdrakin transformasiyasına nə ehtiyac var deyə soruşa bilərlər. Əgər insan özünü xoşbəxt hiss eləmirsə, onun dəyişilməyə ehtiyacı var. Amma xoşbəxtliyi yalnız maddi əşyada görən insan, yəni şərq fəlsəfəsinə görə xoşbəxtliyi 5 mərhələdə insanlar hiss edə bilir. İlk mərhələ bu kobud hisslərlə əldə olunan xoşbəxtlikdir. Yəni insan hansısa ləziz bir yeməyi yeyərək xoşbəxt olur, yataraq xoşbəxt olur və yaxud sekslə məşğul olaraq xoşbəxt olur. Bunlar da insana lazımdır. Amma idraki geniş insan bunu hisslərini öz iradəsi altında cilovda saxlayacaq. Məsələn, əgər dadlı bir yeməyi yeyə bilərsən, amma bundan aldığın xoşbəxtlik çox qısadır. Yəni dadlı bir yeməyi 20 dəqiqə yedin, bitdi və o xoşbəxtlik keçdi. Bunu dərk edən insan ikinci səviyyədə xoşbəxt olmağa can atır. İkinci səviyyədə olan xoşbəxtlik insanın uğur əldə edərək, hər hansı bir nailiyyətə çataraq hiss etdiyi xoşbəxtlikdir. İnsan ona hörmət ediləndə çox xoşbəxt olur, hansısa bir vəzifəyə gəlibsə xoşbəxt olur və ya hansısa bir elmi dərəcəni əldə edibsə, bunlar çox yaxşı şeylərdir. Amma əgər bizim daxilimiz boşdursa, yalnız bunlarla xoşbəxtliyi bərabərləşdirmişiksə, o zaman insan vəzifəsini itirəndə və yaxud hər hansısa bir nailiyyətə istədiyi sürətlə çatmayanda o daxili yenə boşluq yaşayacaq. Demək ki, bu tam olan xoşbəxtlik deyil. Xoşbəxtliyin 3-cü mərhələsi bu biliklərdən əldə olunan xoşbəxtlikdir. Bu artıq daha incə səviyyədə və biraz daha qalıcı xoşbəxtlikdir. Yəni insan artıq özünə fəlsəfi suallar verməyə başlayır. Mən kiməm? Niyə burdayam? Mənim ölümlüyəmmi mən? Yəni mənim bu qədər əzab-əziyyətim 80-90 illik ömür üçünmü yaradılıbdır? Bu suallara cavab axtarmağa çalışan insanın xoşbəxtliyi daha qalıcıdır. Çünki o əbədi cavabları tapır. Keçici bugünkü müasir tibbdə hətta yəni biz 20 il öncə hansısa xəstəliyin müalicəsində bu dərman bütün xəstəliyi müalicə edir dediyimiz halda üzərindən uzun zaman keçmədən o dərman sən demə nə qədər yan təsirləri var imiş və heç də faydalı deyilmiş deyirik. Demək ki, bu əsl bilik deyil. Çünki əsl bilik təkdir. Əsl bilik birdir və o dəyişilmir. O 4-cü səviyyədə xoşbəxtlik, biz bayaq anlatdıq ki, xoşbəxtliyi 5 səviyyədə görə bilirik.
Dördüncü səviyyədə insanlar artıq xidmət etməkdən xoşbəxt olurlar. Bu insanın daxili aləmini dəyişir. Bir insana yaxşılıq etmək, cəmiyyətə faydalı olmaq, idarə etdiyin hər hansı bir idarədə faydalı olmaq düşünürsən. Bu insanın daxili halını çox dəyişir. Bu da qalıcı xoşbəxtliklərdəndir. Amma ən son və daimi olan, əbədi olan, hətta ən ağır situasiyada belə daxili xoşbəxtliyini saxlayan level Allaha olan sevgini bərpa etməkdir. Bu çünki daimidir və qalıcıdır. Ən stresli, ən gərgin, ən tənəzzülə uğramış halda belə insan daxili xoşbəxtdir, uşaq kimi xoşbəxtdir. Çünki o yaradanını bilir, o əslində özünü ona görə dərk edir ki, əsl olan, onu yaradan Tanrı ilə əlaqəsinin kim olduğunu anlasın. 5 əsas qızıl qanunu dediniz Arzu xanım. İnsanları görürsüz də, ən çox hansından xoşbəxt olurlar indi insanlar? Bəli. Çox yaxşı sualdır. Təəssüf ki, bugün iki mərhələdə xoşbəxtlik daha aktualdır. Kobud hisslər səviyyəsində, yəni sosial mediaya baxın, yəni insanlar yalnız gəzdiyi yeri, aldığı paltarı, olduğu mühiti, makyajını, hansısa kosmetik prosedurdan sonraki effektini, geyimini, münasibətlərini paylaşır. Demək ki, bu xoşbəxtliyin birinci səviyyəsində olan kobud material hisslərlə əldə olunmuş xoşbəxtlikdir və ikinci də daha yayğındır müasir dünyada, hansı ki, insanlar uğur qazanmaq istəyir, şöhrətə çatmaq istəyir, maddi imkanlarının çox olmasını istəyir. Amma bir şeyi, bunlar hamısı qalıcı deyil. Yəni insanın bugün maddi durumu çox yaxşı ola bilər, amma sabah bir zəlzələ insanın birikdirdiyi bütün hər şeyi yerlə yeksan edə bilər. O zaman sən daxili boşluğa mı düşməlisən? Demək ki, sən tam olan özünü dərk etməmisən. Baxın, paradoks buradadır ki, baxmayaraq ki, müasir dövr nə qədər elmi, texniki, ekonomik olaraq progresiya uğrayıbsa da, daxili boşluq hər keçən gün artmaqdadır. Əgər bu sivilizasiyadırsa, sivilizasiyada axı insan hər zaman məmnuniyyətdə olmalıdır. O boşluq yüksəlirsə, insan torpaqdan bu qədər qopubsa, ancaq istifadəçi bir topluma dönüşmüşüksə, əlbəttə ki, müharibələr və təbii fəlakətlər bitməyəcək. Qaçılmazdır təəssüf, həqiqətən. İnsanlar ən çox hansı psixoloji bloklara görə inkişaf edə bilmir? Təbii ki, baxın, indi müasir psixologiya ən çox bizə insanların emosiyalarından, münasibətlərində və yaxud aldığı travmaları transformasiya eləməkdə yardım edir və bunlar çox da faydalı olur bir çox insana. Amma yenə də insan mənəvi varlıq olduğunu dərk etmədən, yəni Allahın münasibətini bərpa etmədən o heç vaxt tam bütün və xoşbəxt ola bilməyəcək. Psixoloji bloklar, yəni əgər biz ən çox səbəbi bilik azlığıdır. Yəni həqiqi biliyin azlığıdır. Əgər biz həqiqi, yenə ora gəlmək istəyirəm, insan özünü dərk etmə yönündəki biliklərlə maraqlansa, o zaman o bütün travmalarını idrak səviyyəsinə qaldıracaq və bunlar artıq onun yaddaşında olacaq. Amma artıq onlar ağlına gələndə onun bədənindəki emosiyalar həmin yaratdığı gərginliyi yaratmayacaq. Çünki idrak səviyyəsində insan o travmanı niyə yaşadığını dərk edəcək. Maraqlıdır. İnsan həyatının müəyyən dövrdə travmalar yaşayır. Bəs bu travmalar insanın həyatına necə təsir edir? Travmalar insanın idrakının ölçüsünə görə ona təsir edir. Məsələn, kimsə həyatda bütün ömrü boyu onu alçaldıblar, acılayıblar, bəlkə fiziki şiddətə uğrayıb və bəzən bu insanların qəlbi çox qəddarlaşır və onlar hər hansı bir güc əldə etdikdə, yəni bir statusa yüksəldikdə, bir vəzifəyə sahib olduqda, o yalnız başqalarını əzərək, qıraraq, incidərək, daxili boşluğunu doldurur və sanki o aldığı travmanın bir növü özü bunu dərk etməsə də şuuraltı səviyyəsində sanki qisasını alır kimi hiss edir. Amma bəzi idraki geniş insanlar hər nə qədər həyatlarında acı yaşayıblarsa da onların ürəkləri yağ kimi yumşalır və onlar özlərinin yaşadığı o acını əsla və əsla başqasına yaşatmaq istəmir.
Burada başqa bir sual da doğa bilər. Təəssüf ki, insan məsələn əgər idarə etmədəsənsə sən axı ilahi qanunları bilirsən, ədalətin nə olduğunu bilirsən və əgər hansı sahə üzrə bir idarə etmədəsənsə, o sahənin də qanunlarını bilirsən. Amma kimsə bu yolda səhv edirsə və sən onun səhvini deyirsən, heç bir ona alçaldıcı kəlmə istifadə etmədən, amma o insan bu səhvi başqalarına zərər verir hətta. Amma ona deyilən bu səhvi onun egosu qamçılanmış kimi özünü hiss edir və ego öfkəsini, kinini başqalarına qusmağa çalışır. Halbuki bir balaca kənara çəkilsə və özünü geridən izləsə, ona bu iradı tutan insanın onun karmik problemlərini həll etməsinə şərait yaratdığını görmüş olacaq. Elə söhbət egodan düşmüşkən, bax bu ego nədir? Bəli. Ego əslində bir var yanlış ego, həqiqəti əks etdirməyən ego, bir də var həqiqi ego. Həqiqi ego hər birimizdə olmalıdır. Çünki sizin sevdiyiniz rənglə mənim sevdiyim rəng eyni ola bilməz. Bu sizi individ edən bir egodur. Və yaxud sizin xoşladığınız qoxu ilə mənimki eyni olmaya bilər. Amma əgər yanlış ego, mən düşünürəmsə ki, mən Arzu Yusifovayam, mən nə zamansa vəzifədə idim, mən kiminsə qızıyam və yaxud mən kiminsə anasıyam, hansısa var dövlətə sahibəmsə, bunlar hamısı keçici olan bir şeylərdir və bunlar yanlış egodur. Yəni və biz nə qədər özümüzü bunlarla bərabərləşdiririksə, biz o qədər həssaslığımızı itiririk və bir o qədər əzab çəkirik. Çünki o zaman sənin vəzifən əldən gedəndə və yaxud gəncliyini, gözəlliyini itirəndə və ya hər hansısa bütün ətraf səni pisləyə bilər. Amma sənin vicdanın təmizdirsə, sən əziyyət çəkməyəcəksən. Çünki sən ilahi qanunları bilirsən. Amma insan nə qədər sosiumdan asılı olursa, kimsə onun üçün yaxşı deyəndə onun egosu əl çalır, kimsə səhv deyəndə o depressiyaya qapılır. Amma əgər insan həqiqətən özünü dərk edibsə, o başa düşür ki, bunlar hansı platformadan baş verir. Arzu xanım, bu podkastda çox güman ki, egolarına yenik düşən, egolarına məğlub olan insanlar izləyəcəklər. Bax, egolarına məğlub olan insanlara nə məsləhət görərsiniz? Nə yazıq ki, egolarına məğlub olan insanlar özlərinin egolarına məğlub olduğunu dərk etmir. Onlar üçün sadəcə mərhəmət duyğumuz o qədər yuxarı olmalıdır. O qədər onlar üçün gərəkdiyində dualar etməyi bacarmalıyıq ki, bəlkə o insanlar da transformasiya olar. Çünki onlar ən böyük acını onlar çəkirlər. Amma fərqində deyirlər. Yalnız başqasını incitməklə, başqasını kiçiltməklə onların yanlış egoları bayram edir. Amma bu keçicidir. Yəni onlar bir gün bunların heç birini edə bilmədikdə, əllərində olan həmin o status bitdikdə onlar ciddi daxili boşluğa düşəcəklər. Hətta Harvard Universitetində ən uzun müddətli bir çalışma aparılıbdı, elmi çalışma aparılıb ki, burada irəli yaşlı insanların hansının daha çox sağlam və xoşbəxt qaldığını araşdırıblar. Araşdırmalarda baxılıb ki, onların içində ən çox idman edəni və ya ən sağlıqlı qidalananı deyil, ən çox sevgi içində yaşayanlar uzun ömürlü və sağlam qalıblar. Bu çalışmanı aparan alim George Wayland o belə izah edirdi ki, xoşbəxtlik sevgidir. Bəli, əslində biz material həyatda digər insanlarda sevgini deneyimləyirik, praktika edirik. Niyə? Çünki biz əslində ali varlığı, Allahı sevmək üçün bu praktikanı edirik. Baxın, sizin sözünüzə qüvvət. Deyirsiniz ki, insan özünü tanımalıdır, özünü dərk etməlidir və bilməlidir ki, yəni həyatda hansı nöqtədədir, hansı istəkləri nədir. Ümumiyyətlə, insan özünü tanımağa, özünü anlamağa başlamalı. Hardan başlamalıdır, hardan tanımalıdır? İnsan özünü dərk etməyə başlamalıdır şəxsiyyətinin strukturunu bilərək. Mən bunu çox tez-tez təkrarlayıram, amma və hələ də ehtiyac görürəm ki, bəlkə bu əzbərlərə keçənə qədər təkrarlanmalıdır. Şəxsiyyətin strukturu biz yalnız bu fiziki bədən deyilik, gözlə görünən. Bəli, bu fiziki bədənin xüsusi ehtiyacları var. Ona yemək verməliyik, yatmalıdır, nəslini artırmalıdır, çoxalmalıdır və qorunmalıdır. Bu heyvanlarda da belədir. Təəssüf ki, insanlar özünü bu bədənlə eşləşdirir. Bundan artıq bir şeyi tanımırlar. Amma insanın həm də incə bədəni var. İncə bədən ağıl, idrak və yanlış egodan ibarətdir. Əgər biz ağlımızı sakitləşdirməyə bacarsaq, idrakımızı genişləndirsək, yanlış egomuzu kiçiltsək, o zaman daha ekoloji şəxsiyyət olacağıq. Ancaq müasir tibb bu iki
bədən üzərində işləyir. Maddi bədən, yəni material bədən, onun xəstəliklərinə biz cihazlarla diaqnoz qoyuruq, dərmanlarla təsir edirik. Və incə bədəndə də psixoloqlar və ya psixiatrlar, əgər insanın ağlı, emosiyalarında həddindən artıq depressivdir, ağlayırsa və ya həyəcanlıdırsa və ya münasibətlərində problem varsa və ya uşaqlığında aldığı ciddi travmalar onun həyatını ətkiləyirsə, psixoloqlarımız, psixiatrlarımız çox başarılı şəkildə bu səviyyədə işləyirlər. Amma bəzən baxırsan bir çox psixoloqa və psixiatra onun nə qədər xoşbəxt olmadığını görürsən. Səbəb nədir? Çünki o həm də mənəvi varlığı olduğunu dərk etmir. Müasir tibb bunu bizə anlatmır ki, biz mənəvi varlıqlarıq. Yəni biz yaradanın bir parçasıyıq. Parça isə ayrılıqda heç vaxt xoşbəxt ola bilməz. Onun xoşbəxtliyi üçün yaradanı ilə əlaqəni bərpa etməlidir. Əslində o əlaqə hamımızda var, amma yatmış formadadır, yuxulu formadadır. Onu oyadıb o sevgi bağını bərpa etdikdə insan həyatında nə yaşayırsa yaşasın, heç zaman boşluğa düşmür. Tez-tez görürük. İnsanlar gileylənir ki, izdırabdan əziyyət çəkirəm, izdırab yaşayıram. Ümumiyyətlə baxın bu izdırab, bu əziyyət nədən qaynaqlanır? Bəli. Veda fəlsəfəsində, şərq fəlsəfəsində əzabın 3 ana səbəbi olduğu qeyd olunur. Bunlardan biri insanın öz ağlının və bədənindən dolayı aldığı əzablardır. Məsələn, əgər ağıl başqası üçün sürəkli neqativ düşünürsə və ya ağlın istəklərinə görə insan zərərli vərdişləri varsa, nikotin istifadə edir, alkoqol istifadə edir və ya qumar oyunlarını oynayır və yaxud fiziki bədən həddindən artıq duyğu orqanlarını çox yorur, yəni çox səsli ortamlarda olur və yaxud çox dəyişən rəngli ekranlara çox baxır, gecə saata qədər istifadə edir bunu və yaxud həddindən artıq yəni idraki yüksəltmədən heyvan kimi həddindən artıq sekslə məşğul olur. Qədim şərq biliklərində insanın istirabının bu hissəsi, yəni ağıldan və maddi bədəndən çəkilən istirabın bu hissəsi atkiatmika adlanır. İstirabın ikinci hissəsi isə başqa canlı varlıqların təsiri nəticəsində yaranan istirabdır. Məsələn, əgər bir heyvan səni dişləyibsə və yaxud bir insan səni acılayırsa və ya bir insan digərinə şiddət uyğulayırsa, yəni istirabın bu hissəsi başqa canlı varlıqlardan yaranan istirabdır. Üçüncü istirabın digər növü isə bu atkidaivika adlanır və bu təbiət hadisələri nəticəsində baş verən istirabdır. Zəlzələ, sel və yaxud pandemiyalar. Amma bunların hamısı, bir çoxunun səbəbi sizcə insanın öz əlində deyilmi? Hamısı öz əlindədir. Bəli. Ona görə də insanın istirabının səbəbi onun özünü dərk etməməsi, mənəvi biliklərlə maraqlanmaması. Bilirsiniz, ağıl uşaq kimidir və o çox asan olanlara qaçmaq istəyir. Yəni tort istəyirəm, mən bu dəqiqə yeyim. İstəyir yesin, çünki o an həzz alır. Amma düşünmür ki, sabah tərəziyə çıxanda hansı kiloları görəcək və yaxud tez əldə, bu dəqiqə əldə olunan nailiyyəti istəyir ağıl. Amma əslində idrakla davam etsə, idrak ona deyir ki, bu dəqiqə uyğun deyil, bunu etmən heç doğru deyil. O idrakını düşünən insanlar həqiqi olaraq uğur əldə etmiş insanlardır. Həqiqi uğur nədir? Yəni maddi həyatda öyrəndiyimiz uğurdan fərqli olaraq həqiqi uğurlu insanlar hər hansı bir zirvəyə çatmış olsalar belə daxilindəki boşluq yoxdur. Çünki o zirvədən enişdə də o eyni daxili məmnuniyyətində qalacaq. Arzu xanım, elə transformasiyadan söhbət düşmüşkən, anlatdınız nədir, mənasını başa saldınız izləyicilərimizə, nə vaxt olur? Bəs gəlin o sualı sizin özə, bəs sizin öz həyatınızda nə vaxt baş verib? Əslində mən ta uşaq vaxtlarımdan, hətta özümün 3 yaşımı, 2 yaşımı bəzi yerlərini xatırlayıram. Mən hər zaman o sualı soruşurdum ki, mənim böyük dərdim o idi ki, niyə insanlar ölür, sevdiklərim niyə ölür? Uşaqlıqdan düşünürdüm bunu, amma yaşımın elə bir səviyyəsinə çatdım ki, mən ilk dəfə şərq fəlsəfəsindən olan Bhagavad Gita kitabında oxudum ki, maddi həyatda heç bir zaman xoşbəxtlik yoxdur. Və bu mənim bütün transformasiyama
yol açdı, səbəb oldu bu cümlə. Çünki mən sürəkli maddi həyatda xoşbəxtlik axtarırdım. Mən də hər kəs kimi, öyrəndiyim kimi, sosiumun mənə göstərdiyi kimi hansısa bilikləri əldə etmək istəyirdim, etdim də. Hansısa elmi dərəcəyə çatmaq istəyirdim, başqa ölkədə təhsil almaq istəyirdim və yaxud oğlumun çox savadlı olmasını istəyirdim. Bütün bunları olmasına rağmen hər zaman yenə daxilimdə o boşluğu yaşayırdım və hər dəfə xoşbəxtlik cəhdlərim məyusluqla nəticələnirdi. Amma bu cümləni oxuduqda ki, maddi həyatda heç bir zaman xoşbəxtlik yoxdur, bu mənim transformasiyama səbəb oldu. Amma bu demək deyil ki, xoşbəxtlik yoxdur. Yəni bu elə bir biz əgər xoşbəxtliyi hissi həss səviyyəsində ölçürüksə, bəli, bu heç bir zaman daimi əbədi xoşbəxtlik olmayacaq. Amma xoşbəxtliyi Yaradanınla olan bağda tapırsansa, təbii ki, maddi həyatda hansı acıları yaşamana baxmayaraq, sən daim huzur içində olacaqsan. Onu sizə belə deyək ki, sizin həyatınızda maddi yox, mənəvi varlıqların xoşbəxt olmağı anlayanda artıq sizin həyatınızda böyük transformasiya olur. Bəli. Mən mənəvi praktikaya başlayanda, mənəvi özümün kim olduğumu dərk etməyə başlayanda, hələ də dərk etmiş deyiləm yəqin ki, amma o yoldayım. Yox, elə deməyək, ümumiyyətlə insanlar özünü dərk etməkdən söhbət düşür. Baxın, siz deyirsiniz kitab oxumuşlar. Bəs insanlar neyləsə, bəzən deyirlər ki, bu çox gəzən, çox bilər falan da. Yəni kitabdansa o elmlə yanaşı elm də olmalıdır. Sizcə ümumiyyətlə hansı əsasdır? Kitab oxumağı mı əsasdır, yoxsa çox gəzib öyrənməyə əsasdır? Bəli. Əlbəttə ki, hər ikisi əsasdır, amma ən önəmli insanın həyatında transformasiya olmuş şəxsiyyətlərlə ünsiyyətdə olması vacibdir. Amma insanlar o ayrımı etməsi lazımdır. Həqiqətən transformasiya olmuş şəxsiyyət kimdir? Və çünki o transformasiya olmuş şəxsiyyət bütün acılarını, keçdiyi bütün yolun artıq nə üçün olduğunu, niyə bunları yaşadığını, özünün kim olduğunu, Yaradanınla olan əlaqəsini bərpa etmiş insanlar Allahın bütün enerjisinin, yəni istər şəfa, istər bilik, o bilik doludur, o sonsuzdur, o şəfa doludur, onun şəffaf ötürücüsü olur. Yəni digər insanlarla, o cür insanlarla kontaktda olduqda təbii ki, insanın şuuru dəyişməyə başlayır. Çünki siz özünüz baxın, çevrənizdəki insanların hər birimiz yəqin ki, yarısıyıq. Ona görə də insanlar düzdür, bəlli bir səviyyə çatanda artıq insan özgüvəni elə bir şəkildə formalaşıb ki, ətrafda hər kəs alkol alsa belə, nə bilim, qumar oyunları oynasa belə, hər hansı şey, sən ondan təsirlənməyəcəksən. Amma çox zaman iradəsi zəif insanlar bəlkə həmən deyil, amma bəlli bir zaman sonra çevrəsindən təsirlənir. Ümumiyyətlə, çevrənin insana təsiri böyükdür. Bəli, olduqca böyükdür. Ona görə də çevrəmizi fərqindəliklə seçməliyik. Yəni, bizi motivasiya edən, bizim ən yaxşı tərəfimizi üzə çıxaran insanlarla kontaktda olmamız lazımdır. Amma elə insanlarla bəzən münasibətdə olursan, baxırsan ki, ayrılan o görüş bitəndən sonra sən özünü daha yorğun, daha daxili boşluqda, daha gərgin hiss edirsən. Demək ki, heç bir şey almamısan, əksinə sənin mənfi tərəflərin üzə çıxıbdır və bunlara bu dəfə də yenik düşmüsən. Bunu hiss edə bilir insan, təəssüf ki. Ona görə də çevrəmizi əgər qanun desək ki, insanlar özlərini dəyişmək üçün nə etməlidir? Bir, çevrələrini fərqindəliklə seçməlidirlər və aydınlanmış şəxslərlə münasibətdə olmağa can atmalıdırlar. Əgər insan bunu istəyirsə, heç bir şey zorla ola bilməz, amma insan artıq bütün cəhləri sıfırla nəticələnirsə ki, yenə mən daxili boşluğumu doldura bilmirəm, onda bunları düşünməlidir. O etap çatanda insan təbii ki, aydınlanmış şəxslərlə ünsiyyət, aydınlanmış mətnləri oxumaq, Quran olsun, Tövrat olsun, Bhagavad Gita olsun, heç fərq eləmir. Əsas odur Allahı andıran, sənin bu anki idrakına uyğun hansı aydınlanmış mətndirsə, onu oxumaq. Eyni zamanda da disiplina. Yəni, əgər insan daha gec yatırsa, daha gec durursa, dediyim, həddindən artıq çox yeyirsə, həddindən artıq çox cinsəl əlaqədə olursa, mütləq onun idraki deqradasiya edəcək. Bəli, çünki özünü heyvan bilincinə daha aşağı səviyyə çatır. Çünki insanlar baxın, ən yüksək səviyyədə olan hisslər hansıdır? Onlar çox incədir, onları əllə göstərə bilmərik. Amma onları əllə göstərmə bilmədiyimiz üçün onların yox olduğu anlamına gəlmir. Birinə bir yaxşılıq etdəndə, bir qoca üzü qırışdı, gözləri işıq dolu nənənin çantasını alıb daşıdığınızda,
hansı içinizdəki o əvəz olunmaz bir hissi hiss edirsiniz və ya ananızın həqiqətən daxildən etdiyi duanı qazandığınızda, təmənnasız etdiyiniz bir yaxşılıqda daxili aləminiz çox zənginləşəcək. Amma əgər biz heyvani tərəfimizə özümüzü buraxmışıqsa, yeyim, yatım, əylənim, bu zaman heç vaxt bizim daxilimiz, nə qədər ki, bəlkə hər gün bir əyləncə tapa bilərsiniz və hər gün əyləncə tapdığınız üçün o boşluğu hiss etməyə bilərsiniz. Həmin o gürültünün içində daxili boşluğunuzun səsi çıxmaya bilər. Amma onlar bitdiyində özünüzü yerlərdə hiss edəcəksiniz. Boşluğu hiss edəcək, insan başa düşəcək ki, bu müddət ərzində yaşadığı hamısı boşdur. Boş. Və geriyə heç nə depressiya yoxdur. yaşayacaq insan. Və ancaq anı keçirib də, o anın əyləncəsini verib, gələcəyə nə qoyub orayla? Elə sizin sözdə qüvvət. Bax, anı yaşamaq. Belə bir termin var da, anı yaşayın, anı yaşayın. Siz bu fikirlərlə razısınız ümumiyyətlə? Bəli, əlbəttə. Çünki insanın bütün əndişəsi ya köhnə keçmişdə yaşadığı problemlərə və ya gələcəyin əndişəsinə gedir və insan anı qaçırır. Andakı uşağının ona gülümsəməsini, ətrafındakı bir insanın eşitdiyi bir xoş sözü və ya ətrafındakı bir insanın üzündəki acını, bunları qaçırır və bəlkə o insana kiçik bir şeylə üzünü güldürə bilərdi. Amma ki, həmin an... Amma həmin an o ya keçmişdədir, ya gələcəkdə. Ona görə də anda qalmaq çox çətindir, amma mümkündür. Arzu xanım, son dönəmlər sosial mediada görürük də, mentorlar, ümumiyyətlə insanların, bu psixoloqlara müraciət olması da, bunların şəxsi inkişafına görə müraciət edirlər, mentorlara, psixoloqlara. Bunlar nə dərəcədə indi inkişaf edib Azərbaycanda? Təbii ki, çox yaxşı psixoloqlarımız, psixiatrlarımız var, mentorlarımız var. Amma hamısı yaxşıdırmı deyə bilmərəm. Bu süni səslənər. Çünki yenə də bilirsiniz, müasir dünyada informasiya ən qədərdir. Və bu gün süni intellektdən istifadə edərək hər bir şeydən biz o informasiyanı çox tez əldə edə bilərik. Amma o mənim yaddaşıma belə fiksə olunmayacaq. Çünki mənim bu ağıl səviyyəsində mənə təsir edə bilər. Amma bizim dərin transformasiyamız qəlb səviyyəsində olur. Ona görə də əgər o psixoloq və psixiatr özünü transformasiya etmiş şəxsiyyətdirsə, o mənə təbii ki, qalıcı xoşbəxtliyimi verə biləcək. Deyilsə, o hansısa mərhələyə qədər məni gətirə biləcək. Özünün gəldiyi mərhələyə qədər məni gətirə biləcək. Daha irəliyə əsla apara bilməyəcək. Ona görə də yəni əməkləri çox böyükdür. Amma yenə dediyim kimi, əgər biz mənəvi varlıq olduğumuzu unuduruqsa, digər iki bədən qatına qida verəcəyik və yenə də ac qalmış mənəviyyatımız olacaq. Arzu xanım, sizi suallar hazırlayarkən, tərtib edərkən araşdırma oldu. Bir araşdırmada gördük ki, siz gastroenteroloqsunuz, həkimsiniz. Amma sosial media hesablarınızda qəti bu haqda demək olar ki, paylaşımlar yoxdur. Adətən insanlar həyatda olduğu bir kiçik və ya böyük fərqi yoxdur. Bir uğurundan sosial mediada istifadə edir, izləyicilərinə bir məlumat verir ki, mən buyam, mən bu işlə məşğulam. Amma sizin sosial mediada tam əksdir. Bunu görmürük. Sizi sosial media üzərindən tanısan bir mentor kimi, uğur hekayələrini danışan şəxs kimi görürük. Niyə bunu sosial mediada bilindirmirsiniz? Mən düşünürəm ki, əvvəllər sosial media yox idi və həkimlər yalnız öz əməkləri ilə tanınırdı və yaxud hər hansı bir elmi konfranslarda çıxışlarla tanınırdı. İndi isə sosial, birincisi, həkim təbii ki, insanları tibbi olaraq da bilikləndirmək lazımdır sosial mediada. Amma bayaq da az öncə də bu suala toxunduq. Mən orada da dedim ki, insanın əslində fiziki bədəni onun ağlının kristallaşmış formasıdır. Əgər ağılda yanlışlıq varsa, ağıl səhv dərk edirsə, səhv düşünürsə, onun bədəni mütləq xəstə olacaq. Və mən bədəni müalicə etməklə kök problem qalmış olacaq kənarda. Mən bir psixoloq kimi fəaliyyət göstərmirəm, baxmayaraq ki, belə müraciət edənlər var. Yəni, bu, mənim sosial mediada apardığım bu proyekt kimlər tərəfindənsə bəyənilə bilər, kimlər tərəfindənsə bəyənilməyə bilər. Amma bu tam normaldır, çünki insanoğlu fərqlidir. Sadəcə dəyişə biləcəyim hər hansı zərrə qədər insanı o gürültülü ortamdan qoparda bilirəmsə, hətta o 60 saniyə içində belə, 90 saniyə içində belə, bu mənim üçün uğurdur. Çünki bəlkə bu dəqiqə bu veriliş bitən kimi insanlar bu verilişi bəlkə bəzisi dinləyəndə daxillərində bir həzinlik hiss edəcək. Amma həmən bu veriliş bitən kimi və yaxud bu podkast bitən kimi onların sosial media
ekranlarında başqa bir video gələcək və insan yenə özünü dərk etməyi buraxıb həmin digər süni dopinqlərlə ağıl yorulmuş olacaq və bu ərtələnə gedəcək. Təəssüf ki, bugünkü müasir dünya insanı özündən qoparmağa proqramlanıb. Baxın, məsələn, reklamlara baxın. Hansısa bir maşını satmaq istəyirlərsə, bu maşının reklamında qətiyyən o maşının sürətindən və yaxud hər hansı bir keyfiyyətindən danışılmır. Sadəcə deyilir ki, bu əsl kişilərə məxsusdur. Bu sənə bu yaraşır. Yəni insana satırlar onun statusunu. İnsan fikirləşir ki, bu günlərim baxırsan tələbədir, özü heç bir maaş almır, amma əlində ən son model telefon var. Amma özünü dərk etmiş insanın material ehtiyacları o qədər azalır ki, o nə bir bahalı, yəni maşını onu idarə edənə qədər yeni bir maşın almağı düşünməyəcək. Telefonu onu idarə edənə qədər, çünki ehtiyacı olan daha çox insan var. Sən o bahalı marka telefonu götürərkən və yaxud daha bahalı bir maşına sahib olarkən başqasının velosiped almağa belə pulu yoxdur. Onu baş. Sosial medianı görürük son illər. Tənqid edən də var, tərifləyən də var. Siz də özünüz də görürsünüz. Ümumiyyətlə sosial medianın insanlara nə kimi təsirləri var? Bu hər insana görə dəyişir. Əgər insanın idraki genişdirsə, necə ki bir bıçaq bir caninin əlində qətl edəcək alətdir, amma bir cərrahın əlində şəfa verən alətdir. Eləcə də sosial media idraki olan insanlar sadəcə çox transformasiya olunmuş şəxslərdən və ya maddi dünyanın belə onun şəxsiyyətini inkişaf etdirməsinə lazım olan elmləri əldə etmək üçün istifadə edəcək. Yox, ancaq əylənmək üçün, özümdən qopmaq üçün hansısa TikTok videolarına baxacaqsan və yaxud kiminsə necə özünü makyaj edir, özünü necə arıqladıb və yaxud münasibətin paylaşmasına buna baxacaqsan və bu sənə nə verəcək? Bir dəfə bir yerdə oxumuşdum. Deyir ki, insanlar sosial mediada, verilişlərdə öz uğur hekayələrini danışırlar. Digər insanlar, uğur qazanmayan insanlar buna baxıb depressiyaya düşürlər. Amma başqa bir fikirdə yazmışdı ki, tam əksinə, bunu təbliğatdır. Sizcə ümumiyyətlə insanlar baxırlar kimsə uğur hekayəsində, oradan depressiyaya düşürlər, yoxsa ki, həyata yenidən başlayırlar? Yenə də insandan insana dəyişir. Əlbəttə ki, bir uğur hekayəsinə baxaraq insan sadəcə motivə olması lazımdır. Əgər o əsl uğur hekayəsidirsə, məsələn, kimsə mənə onu uğur hekayəsi kimi deyə bilər, amma mən baxaram ki, o məğlubiyyətin pikindədir o adam. Çünki kimsə bu gün böyük bir vəzifədə ola bilər, amma o vəzifəsini elə bir şeyə istifadə edir ki, düşünürsən ki, sən bunu uğur zənn edirsən, amma gözlə və biraz daha uzağa bax. Ona görə də həqiqi motivasiya hekayələri, uğur hekayələri həqiqətən motivasiya verir. Amma əgər insan bundan depressiyaya düşürsə, sən demək ki, nə zamansa kimsə nəyisə çox oxuyanda, gecəsini gündüzünə qatanda yatırdın, yeyirdin, gəzirdin. İndi depressiyaya düşmənin yeri yoxdur. Əksinə, oyanıb o buraxdığın zamanı daha əlverişli vaxta döndərmək lazımdır. Elə əlverişli vaxtdan söhbət düşmüşkən. Bax, bu podkastda gənclər baxacaqlar. Hansı yaş aralığında artıq onlar başlamalıdır ki, qarşılarına məqsəd qoymalıdır və bilməlidir ki, mən böyüyəndə bu olacağam, mən böyüyəndə bu işin sahibi olacağam, mən böyüyəndə filan peşənin sahibi olacağam. Əslində şərq fəlsəfəsində deyilir ki, uşaqlar 5 yaşına qədər valideynlərə deyilir. Siz uşaqların qulusunuz. Yəni uşaq ağlayır, hər hansısa bir kapriz göstərə bilər və sən onu sevgi ilə idarə etməlisən. Amma 5 yaşından 14 yaşına qədər uşaqlar sənin qulun olmalıdır. Xüsusən oğlan uşaqları. Yəni bu anda artıq onlara nə olar, nə olmaz, necə yatmalısan, necə durmalısan, oxumalısan, əziyyət çəkməlisən. Bunlar öyrədilməlidir. 14 yaşdan sonra isə onlar sənin dostundur. Əgər 14 yaşında olan bir şəxsiyyətə sən alçaldacaqsansa, onun üzərində öz valideyn eqonu tətmin edəcəksənsə, o sənə yalnız nifrət, daxildə bəlkə gücü çatmayacaq fiziki, amma daxildə nifrət edəcək. Çünki artıq formalaşmış şəxsiyyətdir və sən ona nə qoymusansa, 14 yaşına qədər qoya bilmirsən. Bugündən sonra da sənin düzgün hərəkətlərin onu formalaşdıracaq. Amma onu alçaltmaq, onu küçültmək, onun üstündə zorakılıq, yəni söz zorakılığı istifadə etmək qətiyyən olmaz. O yüzdən də təbii ki, insan nə qədər öz həzzi üçün deyil, başqalarının xoşbəxtliyi üçün, Allaha həzz vermək üçün yaşayacaqsa,
o qədər də xoşbəxt olacaq və o qədər də uğura çatacaq. Amma insan yalnız özünü, baxın bu da ego. Ego nə edir? Səni yalnız özündə saxlayır. Mən, mənim bacarığım, mənim prestijim, mənim pulum, mənim vəzifəm, mənim gözəlliyim, bura qarşı olan hər hansı bir təhdid insanda ciddi aqressiya yaradır. Bunu edən egodur. Amma biz egomuzu kiçildiriksə və daha geniş, bir balaca egosu böyümüş insan artıq özündən başqa başlayır övladını da çox istəməyə. Elə atalar var, görürsünüz, övladlarına belə əziyyət edir. Düzdürmü? Və ya analar. Əgər ego biraz genişlənibsə, o artıq başlayır övladlarını da istəməyə, onlara xidmət eləməyə. Doğrudurmu? Daha çox belə valideynləri görürük. Bəli, övladının üstündə əsən valideynləri görürük. Ego biraz daha kiçilibsə, insan başlayır öz soy ismini daşıyanları sevməyə, artıq öz əmin oğlunu, xalan qızını, bunların hamısını sevməyə və onlara xidmət etməyə. Biraz daha da ego kiçilir və idrak genişlənirsə, insan başlayır artıq eyni dildə danışdığı insanları istəməyə, öz vətənini, öz torpağını sevməyə. Amma idrak daha da genişləndikdə hər insanoğlunun Allahın yaratdığı olduğunu görür və sevgisi daha başqa vəziyyətə çatır. Elə yaşdan söhbət düşmüşkən, baxın valideyn mövzusuna toxundunuz. Valideynlər ümumiyyətlə bugünkü gün övladlarına münasibətlərini görürsünüz də. Valideynlərin övladlara münasibəti sizi qane edir? Valideynlərin övladları cəmiyyətdə müxtəlif yanaşma tərzi var da, valideynlərin övladlarına, övladların valideyni. Ümumiyyətlə baxın, siz bir kənarda müşahidə edəsiniz. Onlar sizi qane edir ümumiyyətlə? Təəssüf ki, əksəriyyəti deyil. Amma yenə də bu elə bir gözəl valideynlər var ki, əlləri öpülməyə dəyər, yəni və dua edək ki, o ürəkdə, o idrakda olan valideynlərin sayı artsın. Əgər valideyn olaraq sən həm ideal bir karyeranın olmaq istəyirsən, amma həm də ana olmaq istəyirsən, ona görə kiçik bir uşağı hansısa bir baxıcıya verib işə başlamaq istəyirsənsə, əlbəttə ki, o uşağın daxili hər zaman boş olacaq. Ona görə insan düşünməlidir öncəliklərini. Təbii ki, bəzən həyat insanı elə məcbur edə bilər ki, evin əgər tək o uşağı maddi olaraq da ayaqda tutan təkcə anadırsa, o zaman onun bəlkə işləməyi də lazımdır. Amma işdən qayıtdığı saatda, hətta yorğun olsa belə, o 20 dəqiqə olsun, 1 saat olsun uşağına elə ayıra bilər ki, onun daxili aləmini öz sevgisi ilə, onunla dəyərli vaxt keçirərək, oynayaraq, öyrədərək elə doldura bilər ki, o uşaq sutka içində anasız qaldığı acılığı tam doyurmuş ola bilər. Amma bugün baxın cəmiyyətdə nə baş verir. Analar işdədir, işdə çox gərgin ortam var, evə döndüklərində həm fiziki, həm mental yorğundular. Uşaq ona yaxınlaşdıqda yorğunam, ged özün oyna və yaxud əlinə bir telefonu verəcəyik. Bu uşaq nə qədər məmnun böyüyə biləcək? Təbii ki, zəif olacaq. Yox, amma daha köhnə əski dönəmlərə baxsaq, bizlər necə böyüdülmüşdük? Və yaxud bir də, amma valideynlərə də aqressiya çox qabardılır indi, təəssüf ki. Yəni, travmaların üstündə işlədikcə, nə yazıq ki, valideynlərə aqressiyalar çıxır və bu heç də yaxşı bir yerə gətirib çıxartmır. Yəni, valideyn, yəni çox nadir valideyndir ki, övladının yaxşı olmağını istəmir. Belə valideyn heç mən inanmıram ola. Yəni hər valideyn övladının başarılı, uğurlu, xoşbəxt olmasını istəyə bilər və öz idrak səviyyəsinə görə övladını böyüdə bilər. Arzu xanım, son dönəmlər görürük Azərbaycanda şəxsi inkişaf mövzusu. Gəlin bir qonşu ölkələrə, biraz da uzaq illərə baxsaq, digər ölkələrdə bu bir 10 il, 20 il bundan əvvəl başlamışsa, Azərbaycan son deyərdim ki, 5 ildə daha çox trend olub, daha çox müraciətli olub da. Niyə Azərbaycanda bu gec-gec başlayıb? Bilirsiniz, insan ilk öncə özünün iqtisadi vəziyyətini bəlkə yaxşılaşdırmalıdır ki, daha sonra, çünki bir çox insan onu əldə etmədən fikirləşir ki, mən xoşbəxt deyiləm ona görə ki, mənim istədiyim geyimim yoxdur, istədiyim yeməyim yoxdur və ya evim yoxdur. Bunları əldə edir insanlar və bundan sonra başa düşür ki, yox, əldə etmişəmsə də yenə daxilim boşdur və bu etapda başlayır şəxsi inkişaf mövzusuna üst tutmağa. Bəlkə bizim ölkəmizdə müharibənin əziyyətləri var idi, illər idi üstümüzdə və yaxud postsovet məkanında insanların çoxu iqtisadi problemlər yaşayırdı və onların ilk
hədəfləri bir an öncə onların düzəlməsi idi və onu düzəltmiş artıq indiki dövrdə insanlar müəyyən qədər rahatlığı əldə edib və yenə daxili boşluğunu görür və bu üzdən də şəxsi inkişafa üst tutur. Bir də təbii ki, sosial media buna təsir edir. Çünki informasiya yayılır. Yəni başqa ölkələrə baxırıq və onların getdiyi yollara baxırıq. Təbii ki, biz də özümüzə o nöqteyi nəzərdən baxmaq istəyirik. Ona görə də bu günə denk gəlib Azərbaycanda özünün inkişaf mövzusunun üzərində durmaq. Gecə olsa da ümid edirəm ki, güc olacaq. İnşallah. İnşallah. Belə Arzu xanım, gəldiyinizə görə təşəkkür edirəm. Minnətdaram, var olasınız. Suallarım bu qədərdir. Bizim kamera vasitəsilə əlavə demək nə istəyirsinizsə buyurun deyə bilərsiniz. Çox təşəkkür edirəm dəvətiniz üçün. Kamera vasitəsilə insanlara xoşbəxt olun və bunu bacarın demək istərdim. Təşəkkür edirəm, var olasınız.